Salam, hər vaxtınız xeyir olsun. Bugün 4-cü bölmədən sınaq 1-in izahına baxırıq. Yanlış cavabı seçin. İnsanın döş qəfəsinə bilavasitə birləşən sümük. Bilirik ki, yuxarı ətrafının qurşaq hissəsindən 2 dənə körpücük sümüyü, 7-ci boyun və 1-ci bel fəqərəsi birləşmiş olur. Bu birləşən sümüklərin hamısı qarışıq sümüklərdir. Qarışıq sümük ola bilər, bayaq dediyimiz kimi, bəli, qurşaq skeletinə aid ola bilər körpücük sümükləri, tək sümük ola bilər, fəqərələri nəzərdə tuturuq, cüt sümük ola bilər, körpücük sümükləri nəzərdə tuturuq, yastı sümük ola bilər, bayaq dediyimiz kimi birləşənlərin hamısı qarışıq sümüklərə aiddir. Verilmiş şəklə əsasən 1-də qalxana bənzər, 2-də qalxana bənzər ətraf, 3-də isə timuz, 4-də böyrək üstü vəzi, 5-də isə mədaltı vəzi göstərilmişdir. İkinci vəzi insanın bədənində sadəcə ən çox olan vəzidir. Yanlışdır, ən çox olan tər vəzisidir. 1 getdi. 4-cü vəzi qanda qlikozanın miqdarını tənzimləyir. Böyrək üstü vəzi doğrudur. 3-cü, 5-ci vəzi, yəni ki, mədaltı vəzi həzm kanalında karbohidrat mübadiləsində iştirak edir. Bəli, ora fermentləri ifraz edir. 12 barmaq bağırsağa amilaza fermenti karbohidrat mübadiləsində iştirak edir. Birinci vəzi timozin hormonu sintez edir. Birinci vəzi qalxana bənzərdir. Trioksin, trionin, trikasitonin hormonları ifraz etmiş olur. Ona görə 4 səhvdir. 5-ci, 3-cü vəzi vaxtından əvvəl cinsiyyət vəzilərinin inkişafının qarşısını alır. 3-cü vəzi timus olduğuna görə timus və epifiz vəzi vaxtından əvvəl cinsi ilişkənliyin qarşısını alır fikri doğrudur. Cavabımız 2, 3, 5 D variantıdır. 3-cü sualda cədvələ əsasən X-in yerinə yazıla bilər. Canlı skelet isə insanın X skeleti birləşmə əmələ gətirdiyi sümüklər yalnız onurğa sütunudur. Yalnız onurğa sütunu ilə birləşmə əmələ gətirənlər yuxarı ətraf skeleti. Yuxarı ətraf skeleti bilirik ki, körpücük sümükləri döş sümüyü ilə birləşir. Ona görə yanlışdır. Kəllə skeleti ola bilər, çünkiənsə hissəsi ilə yalnız boyun fəqərələrinə birləşir. Aşağı ətraf skeleti, hansı ki, burada ümumilikdə nəzərdə alırıq, sərbəst və qurşaq olaraq nəzərə alırıq və çanaq hissələr gəlir oma hissəyə birləşir. Ön hissədə isə çanaqlar bir-biri ilə birləşir, ona görə götürmürük. Döş qəfəsi isə diqqət yetirsək, bayaq dediyimiz kimi 7-ci boyun fəqərəsinə, 1-ci bel fəqərəsinə, həmçinin də körpücük sümüklərinə birləşdiyinə görə bu yalnız onurğa sütunu ilə birləşmir. 12-ci cüt qabırğaların üzən qabırğalardır, sərbəstdir, bir ucu sərbəstdir, digər ucu ilə isə ancaq onurğa sütununa birləşmişdir. Yəni cavabımız D variantıdır. Bir DNT molekulunun əmələ gəlməsi zamanı ayrılan su molekullarında cəmi 4980 proton vardır. Açırıq yuxarı hissəyə. Deməli, necə edək bunu? Bilirik ki, bir su molekulunda 10 dənə nəyə rast gəlinir? Protona rast gəlinir. Bu zaman 4980-i bölərik 10 protona ki, nə qədər su molekulu var? 498. Və DNT molekulu əmələ gələn zaman hər bir zəncirin yaranmasında iştirak edən nukleotid sayından bir əskik su ayrılmış olur. 498-in üstünə 2 gəldikdə tapırıq nukleotid sayının ümumi sayını 500. Və şərtdə də bizə deyir ki, 3 qat hidrogen rabitələrinin sayı 2 qat hidrogen rabitələrinin sayından 4 dəfə çoxdur. Əgər biz adeninlə timini X yazsaq, guaninlə sitozin 3 qat rabitənin əmələ gəlməsində iştirak etdiyi üçün onu 4X şəklində adlandırarıq. Bu molekulda maksimum neçə nukleotid 4 rabitənin əmələ gəlməsində iştirak edər? Buradan tapaq ki, ümumi hər bir nukleotidin sayı nə qədər rast gəlinir? 4x, 4x, x cəmsi 10x-a bərabərdir. 500-ə buradan x-i tapırıq ki, 50-yə bərabərdir. Və 4-ü 50-yə vurduqda 200 dənə guanin, 200 dənə sitozin, 50 dənə adenin, 50 dənə isə timinə rast gəlinir. Və yadınızda saxlayın ki, adeninlə timin minimum və maksimum nə qədər rabitə əmələ gətirir? Minimum, əgər zəncirin, DNT zəncirlərinin kənarında rast gəlinərsə, bu zaman 3 dənə olacaq. Əgər orta hissədə rast gəlinirsə, 4 dənə rabitəyə rast gəlinəcək. Baxın necə? Adeninlə timin ortadakı hidrogen rabitə aşağı ilə birləşdi. Hərəsi 3 rabitə əmələ gətirdi.
Əgər yenə də kənarda baxın, 2 qat rabitə yuxarı ilə 1 qat rabitə, amma əgər ortada adeninlə timin olsa, bu zaman yuxarı ilə, aşağı ilə və yanındakı ilə birləşəndə 4 qat rabitə əmələ gətirmiş olur. Guanin və sitozində isə minimum 4, maksimum 5 qat rabitənin əmələ gəlməsində iştirak edir. Bunu da necə edək? 2 qat rabitəni çəkirik. Əgər guaninlə sitozini yuxarı və aşağılara yerləşdirsək, yuxarı ilə və yaxud da ki, aşağı ilə əlaqə yaratmağa çalışacaq. Bu zaman guanin və sitozinlər 4 qat rabitəyə malik olmuş olacaq. Əgər sitozinlə guanin ortada rast gəlinsə isə, ortada 3 qat hidrogen rabitəsi və yuxarı aşağıdakı nukleotidlərlə əlaqə saxlamaq istədiyinə görə maksimum 5 rabitənin əmələ gəlməsinə iştirak edəcək. Bizim şərtimizdə də maksimum neçə nukleotid 4 rabitənin əmələ gəlməsinə iştirak edər deyir. O zaman biz nə edirik? Çalışırıq ki, maksimum sayda zəncirimizdə 4 qat rabitə əmələ gətirən nukleotidləri yerləşdirməyə. Məcburuq ki, adenin timinləri orta hissəyə yerləşdirək. Onsuz da orta hissədə onlar maksimum 4 rabitənin əmələ gəlməsində iştirak edir. Kənar hissələrdə isə guanin və sitozin, guanini yerləşdirək ki, onlar da bayaq dediyimiz kimi kənarlarda 4 qat rabitənin əmələ gəlməsinə iştirak edirlər. Baxırıq ki, adeninin sayı 50, timinin sayı 50 olacaq. Adeninlə timinin sayı 100. Üstəgəl kənardakı guanin və sitozinləri nəzərə alsaq, 104 dənə 4 qat rabitə əmələ gətirən, belə deyək, 104 dənəsi rast gəlinir ki, 4 qat rabitənin əmələ gəlməsində iştirak edir. Cavabımız Y variantıdır. Sonra diqqət yetirək növbəti sualımıza. Növbəti sualda nə deyilir bizə? Perm geoloji dövründə meydana çıxdı. Təbii ki, Permdə yırtıcı dişli sürünənlər əmələ gəlmişdir. İlk məməlilər triasdaydı. Çılpaq toxumluların, ilk çılpaq toxumlular devondaydı, örtül toxumlular tabaşirdəydi. Boğumayaqlılar proterozoida yaranmışdı, amma ilk dəfə quruya çıxanlar isə silurdaydı. Uyğunluğu müəyyən edin. 2 başlı, 4 başlı və 3 başlı əzələ, bazının bükücü əzələsi, həmçinin budun bükücü əzələsi, hər ikisi də 2 başlı əzələlərə aiddir. A və D getdi 1-ə. Bazının açıcı əzələsi 3 başlı əzələdir. B getdi bura. Yerdə qaldı C. Budun 4 başlı əzələsi açıcıdır. 1-ə getdi A, D, 2-yə getdi B, 3-ə getdi C. Yəni cavabımız 5-də. Daha doğrusu 6-da A variantıdır. Ayağımıza tikan batan zaman dərhal ayağımızı geri çəkirik. Nəticədə əmələ gələn ağrını nə zaman hiss edirik? O zaman biz hiss edərik ki, artıq impuls bizim mərkəzi sinir sistemimizdən keçəcək və ağrı mərkəzini oyandıracaq. İnsanda refleks qövsünün 4-cü hissəsini əmələ gətirən neyron. Baxaq, burada mən şəkili hazır çəkmişdim və 4-cü hissəsini əmələ gətirən 4-cü hissə bu hissədən, gördüyünüz bu hissədən bu hissəyə qədər olan, yəni bizdə 4-cü hissəni əmələ gətirən neyron haqqında danışır. Bu, hərəki neyronun aksonu olduğuna görə 4-cü hissəni əmələ gətirən söhbət hərəki neyrondan gedəcək. Ağ maddənin əmələ gəlməsində iştirak edir fikri doğrudur. Sinirlərin əmələ gəlməsində əlbəttə ki, kənara çıxır, periferik sinirlərin əmələ gəlməsində iştirak edir. İmpulsları bilavasitə hissi neyrondan ala bilər. Sadə diz refleksi olsa, ara neyron olmayacaq və birbaşa hissinin, yəni neyrondan almış olacaq impulsları. Sinir impulslarını bir istiqamətdə ötürür. Təbii ki, bir istiqamətdə ötürməsəydi qarışıq sinir olardı. Cavabımız Y variantıdır. Növbəti sualımıza baxaq. Verilən fikirlərdən hansı yanlışdır? 9-cu sualda bir aylıq rüşeymdə 2 kameralı ürək olur. Fikri doğrudur. 6 həftəlik rüşeymdə çoxlu süd vəzsi olur. Doğrudur. Bir aylıq rüşeym kloakaya malik olur. Doğrudur. Bütün orqanizmlərin inkişafı ziqotdan başlayır. Fikri yanlışdır. Tumurcuqlanma qeyri-cinsi yolla da çoxala bilər. Bir aylıq rüşeymin qovuqçuqlardan ibarət baş beyin olur. Fikri doğrudur. 9-da cavabımız D variantıdır. Hansı variant doğrudur? Böyrək üstü vəzin hormonları qanda qlukozan miqdarını azaldır fikri əksinə olmalıydı, artırmalıydı. Qalxana bənzər vəzi hormonu infeksion xəstəliklərə qarşı müqaviməti artırmalıydı. Timus vəzi tioksin yox, timozin hormonu, hipofiz yox, epifiz bioloji saat rolunu oynamalıydı. Çəngələ bənzər vəzi hormonu vaxtından əvvəl, yəni timus vəzi hormonu, bir də epifiz vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır fikri doğrudur.
Doğru ifadələri seçin. İnsanın gövdə skeleti yastı sümüklə birləşmə əmələ gətirir. Ümumiyyətlə gövdə skeleti ümumiyyətlə onurğa sütunu aiddir, qabırğalar döş sümüyə aiddir. Bilirsiniz ki, onurğa sütunu ən başda birləşir ənsə hissəyə, ən aşağıda oma ilə birləşir çanağa, 2 dənə çanaq, 1 dənə ənsə və 1 dənə ənsəyə birləşir və həmçinin döş qəfəsi hissəsində döş sümüyünə 2 dənə körpücük birləşir. Cəmi 5 dənə sümük birləşmiş olur gövdəyə. Deməli, baxaq, yastı sümüklə birləşmə əmələ gətirir fikri təbii ki, doğrudur. Çanağı misal göstərmək olar. Oynağın əmələ gəlməsində, məsəl üçün, boyunda ənsə ilə birinci boyun fəqərəsi oynağın əmələ gəlməsində iştirak edir. Quruluşca üst növ sümükdən təşkil olunmuşdur. Baxaq, gövdədə onurğanın fəqərələri qarışıqdır. Qabırğaları yastıdır, döş sümüyü yastıdır. Ona görə də 2 növ olacaq. Hərəkətsiz birləşmə əmələ gətirə bilər, təbii ki, əmələ gətirə bilər, oma hissəsində əmələ gətirə bilər. Doğrudur. Qarışıq sümüklə birləşmə əmələ gətirə bilər. Təbii ki, körpücük sümüklərlə birləşdiyinə görə bu fikirdə doğrudur. Cavabımız olacaq A variantı. Periferik sinir sisteminin əmələ gəlməsində rol oynayır. Yenə şəklimizə baxaq. Periferik sinir sisteminin əmələ gəlməsində rol oynayır. Nə? Periferik sinir sistemi mərkəzi sinir sistemindən kənarda olan hissələrdir. Baxırıq ki, hissinin dendriti, hissinin cismi, hissinin aksonunun bir hissəsi, hərəkinin aksonunun bir hissəsi periferik sinir sisteminin əmələ gəlməsində iştirak edir. Və o cavabları da seçirik. Hissi neyronun aksonu var. Hərəki neyronun cismi iştirak etməyəcək, təbii ki, onu seçmədik. Və ara neyronu seçmədik, hərəki neyron dendritini seçmədik, cismini, hissini seçdik, hərəki neyron aksonunu seçdik, hissi neyronun dendritini seçdik. Cavabımız olacaq 1, 5, 6, 7 və A variantı. Yanlış bəndi göstərin. İnsanda sümüklər dayaq hərəkət aparatının bəli pasiv hissəsidir, əzəllər isə aktiv hissəsini təşkil etmiş olur. 4 toxuma qrupu var insanda, doğrudur. Bütün daxili orqanlar sayı əzələ toxumasından təşkil olunmuşdur. Ürək, məsəl üçün, enməzalaqlı ürək əzələsindən təşkil olunduğuna görə bu fikirlə də razı olmuruq. Növbəti sualımıza baxırıq. 14-cü sual. İnsan skeletində haqqında verilən fikirlərdən hansı doğrudur? İnsanın kəllə skeletində hər 3 növ sümük birləşməsi mövcuddur. Yalnız kəllədə bir var hərəkətli, bir də hərəkətsiz var. Bu yanlışdır. İnsanın gövdə skeleti 2 cür sümük iliyi olan sümüklə birləşmə əmələ gətirə bilər. Xeyr, bayaq gövdə skeletini dedik ki, ənsə ilə, çanaqlarla, körpücük sümükləri ilə, cəmi 5 sümüklə birləşmə əmələ gətirir. Ona görə bu fikir də yanlışdır. 3-cü, yuxarı ətraf skeleti qarışıq sümüklə birləşmə əmələ gətirir. Yuxarı ətraf skeleti ümumilikdə götürdükdə ancaq döş sümüyü ilə birləşmə əmələ gətirir ki, o da yastı sümükdür. Yanlışdır. Yuxarı ətraf skeletində quruluşca bütün növ sümüklərə rast gəlinir. Bəli, barmaq falanqaları, bilək hissəmiz qısa sümüklərə uyğundur. Bazu sayt hissəmiz uyğundur uzun borlu sümüklərə. Kürək sümüyümüz yastı sümüyə, körpücük sümüyümüz qarışıq sümüyə. Ona görə də doğrudur. Gövdə skeletində bir sümüklə birləşmə əmələ gətirən sümüklər yastı və qarışıq sümüklərdir. Belə ki, üzən qabırğaları yastı sümük kimi götürərik ki, onlar bir sümük birləşməsi əmələ gətirir. Büzdümün sonuncu fəqərəsini də götürərik ki, o da qarışıq sümüklərə aiddir. Cavabımız C variantıdır. Deməli, insanın gövdə əzələlərinə aiddir. Gövdə əzələlərinə aiddir arxanın açıcı əzələləri, dördbaşlı əzələ və üçbaşlı əzələ, yəni ətraflara aiddir. Böyük döş əzələsi və qarın əzələsi isə gövdə əzələlərinə aiddir. 1, 3, 4 cavab Y variantıdır. Sinir toxumasının müəyyən sayəsində aksonların sayı 120 ədəd olarsa, bu zaman 120 dənə neyron deməkdir. 120-dən də 10 dəfə artıq 1200 dənə peyk hüceyrəsi var. Bu sahədəki qidalanmaya xidmət göstərən hüceyrələrin sayı 1200-ə bərabər olacaq A variantı. 17-ci sualda mərkəzi sinir sistemindən çıxan sinirlərin cəmi bilirik ki 43 cütdür. Yəni 86 dənə götürsək, onurğa beyindən çıxan isə 62 dənə
cəmi sinir var, qarışıq sinir. Bunların fərqi nəyə bərabərdir? 24-ə. Əgər biz mərkəzi sinir sistemindən çıxan sinirin sayını, yəni 86-nı en götürsək, ondan 24 çıxdıqda 62 alarıq. Ona görə cavabımız Y variantıdır. Növbəti sualımıza baxaq. 18-ci sualda cədvəldə insanın onurğa sütununun bəzi şöbələrinə aid olan fəqərələrin xüsusiyyətləri verilmişdir. Gövdədən kənar sümüklə birləşmə əmələ gətirsin. Bu oma hissəsidir. Birləşmə əmələ gətirdiyi sümüklərin sayı da 4 olacaq. Çünki kənardan sağdan soldan çanaqla, yuxarıdan aşağıdan isə fəqərə ilə birləşəcək. Deməli, bura yazıram oma. Y-də deyir ki, birləşmə əmələ gətirdiyi sümük sayı 2 olsun, gövdədən kənar sümüklə də birləşmə əmələ gətirsin. Bu da olacaq boyun. Təbii ki, boyun yuxarıdan ənsə ilə gövdədən kənar birləşmə əmələ gətirəcək. Aşağıdan da birinci boyun fəqərəsi ikinci boyun fəqərəsi ilə birləşəcək. Gövdədən kənar sümük birləşməsi əmələ gətirməsin, amma 4 birləşmə əmələ gətirsin. Bu da bildiyimiz kimi döş fəqərələrinə aiddir. Və diqqətlə baxaq. Z dedikdə döşü demək istəyir. Lordozun əmələ gəlməsində iştirak edir. Səhvdir. Lordozda boyun və bel iştirak etmiş olur. X yəni oma döş qəfəsinə aid sümükdür. Səhvdir. Y yəni boyun aid olduğu şöbədə cəmi 7 dənə olmalı idi. 5 dənə veribdir. X fəqərəsi, yəni oma qabırğalarla birləşmə əmələ gətirir. Fikri yanlışdır. Y boyun fəqərəsi lordozun əmələ, bəli, boyunla bel lordozun əmələ gəlməsində rol oynayır. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Birinci sümüyümüz uzun borulu olsun. Uzun borulu olması üçün biz buradan seçərik D-yi. 1-ə yazaram D. 2-yə yazaram yastıya. Çanağı götürərəm A. Deməli, A getdi, D getdi. Və baxıram ki, qısa sümük olsun. Qısa sümüklərə boyun fəqərəsi qarışıq sümükdür. Ümumiyyətlə qarışıq sümük yoxdur deyə heç birini aid etmirəm. Barmaq falanqası ilə əl darağı sümüyünü isə B ilə Y-ni isə aid edərəm 3-ə. Cavabımız olacaq 1D, 2A, 3BY, 19-da A variantı olacaq. Doğru fikirləri seçin. İnsanın yuxarı ətraf skeleti ümumilikdə verir. Nə qoşaq hissəsini, nə də ki, sərbəst hissəsini bir-birindən ayırmır. Yastı sümüklə birləşmə əmələ gətirir. Bəli, yuxarı ətraf skeletinin körpücük sümükləri yastı sümük olan döş sümüyü ilə birləşmə əmələ gətirir. Cüt sümüklə birləşmə əmələ gətirir. Döş sümüyü təkdir. Bu getdi. Qarışıq sümük dedik ki, döş sümüyü ilə birləşir. O da yastıdır. Bu səhvdir. Tək sümüklə birləşmə əmələ gətirir. Döş sümüyü tək olduğuna görə doğrudur. Və 21-ci suala baxırıq. 21-ci sualda nə deyir bizə? Refleks qövsünün 3-cü hissəsində maksimum neçə növ neyron dendriti iştirak edər? Gəlin şəklimizə baxaq. Şəkildə refleks qövsünün 3-cü hissəsi, baxın, bax buradan, yəni bu hissədən, qaraladığım hissədən bu hissəyə qədər olan hissə 3-cü hissənin yaranmasında iştirak edir. Və neçə növ neyronun dendriti iştirak edər deyirsə, baxırıq ki, hissinin dendriti kənarda qalıbdır, amma aranın dendriti ilə hərəkinin dendriti isə içəridədir. Yəni cavabımız 2 dənə olacaq. İnsanın onurğa sütunu bilavasitə neçə ətraf sümüyü ilə birləşir? İnsanın onurğa sütunu bilavasitə neçə ətraf sümüyü ilə birləşir? Baxırıq ki, onurğa sütunu yalnız aşağıdan 2 dənə çanaq sümüyü ilə birləşirdi. Ona görə də 2-ni götürəcəyik. Verilən fikirlərdən hansı doğrudur? Xarici sekresiya vəzləri bədən boşluğuna maye ifraz edə bilər. Bəli, məsəl üçün ağız suyu vəzləri açılır. Bu doğrudur. İkinci, insanda qarışıq sekresiya vəzləri heç bir bədən boşluğunda yerləşməyə bilər. Bəli, doğrudur. Toxumluqları göstərmək olar. 5 növ daxili sekresiya vəzisi heç bir bədən boşluğunda yerləşmir. 5 növ səhvdir. 5 dənə daxili sekresiya vəzisi. Biri qalxana bənzər, 4-ü isə qalxana bənzər ətraf vəzidir. Qadınlarda daxili sekresiya vəzlərinin növ sayı kişilərdən artıq ola bilər. Doğrudur. Çünki qadınlarda cift, sonra sarı cisim kimi müvəqqəti daxili sekresiya hamiləlik dövründə əmələ gələ bilər. Sarı cisim onsuz da hər ay əmələ gəlmiş olur, amma cift isə hamiləlikdə də yaranıb kişidən daha çox daxili sekresiya vəzlərinin növ sayını artıra bilər. Biz qadınlarda daha çox olacaq. İnsanda onurğa sütununun neçə şöbəsinə aid olan fəqərələr onurğadan kənar birləşmə yaradır? Bilirik ki, boyunda onurğadan əlavə olaraq ənsə ilə birləşir, döşdə onurğadan əlavə olaraq qabırğa ilə birləşir, omada əlavə olaraq çanaqla birləşmə əmələ gətirir. Ona görə də 3 dənə olacaq.
Fikirlərin neçəsi doğrudur? Bilirik ki, fikirlərin neçəsi doğrudur dedikdə, buradan yenə baxırıq. Tutaq ki, baxın, hərəkənin dendriti, hərəkənin cismi, hərəkənin aksonunda, hərəkənin aksonu sinirin əmələ gəlməsində iştirak edir. Axı bu neyronun hərəkənin aksonundan əlavə hərəkə cismi və dendriti də var. Yəni, sinirlər aksonlardan təşkil olunmuşdur. O da neyronun bir hissəsidir. Neyronun əlavə olaraq cismi və dendriti də var. Ona görə də sinirlər neyronlardan uzundur fikri yanlışdır. Sinirlərin əmələ gəlməsində 3 növ neyron iştirak edir. Təbii ki, 2 növ neyron olacaq. Hissi və hərəkə neyronların aksonları iştirak edəcək. Yanlışdır. Neyronların növ sayı sinirlərin növ sayına bərabərdir. Neyronların növ sayı ara, hissi, hərəkidir. Təbii ki, sinirin də 3 növ var. Qarışıq, hissi, hərəki. Bu doğrudur. Ara neyronları işçi orqanla əlaqəli ola bilər. Baxırıq ki, ara neyronları, şəkilə baxın, ara neyronları ancaq mərkəzi sinir sisteminin içərisində, boz maddənin içərisində qalmışdır. Ona görə bu yanlışdır. İşçi orqandan yalnız hərəkinin aksonu əlaqələnmiş olur. 2 növ neyron ətraf mühitlə əlaqəlidir. Xeyr, bir növ neyron ətraf mühitlə əlaqəlidir. Cavabımız A variantıdır. 26-cı suala baxırıq. Yanlış fikri göstərin. Yanlış fikir qalxana bənzər vəznin hiperfunksiyası nəticəsində meydana çıxan xəstəliklər zamanı ürək döyüntülərinin sayı artır. Doğru. Maddələr mübadiləsi güclənir. Doğru. Qan təzyiqi artır. Doğru. Gözlər bərəlir. Doğru. Amma ürək siklinə sərf olunan zaman azalır və ürək tez-tez vururdu. Burada artır dediyinə görə yanlışdır. 27-ci suala baxırıq. 27-ci sualda bizə nə deyir? Sümüklərin üzərinə düşən yükün miqdarı M ilə, sümük maddəsinin üzərinə düşən yük M ilə və sümük maddəsinin yenilənməsi arasında asıllıq hansı qrafikdə doğru göstərilmişdir? Bu da sümük maddəsinin yenilənməsidir. Təbii ki, biz yük qaldırmasaq da belə adi hərəkətlərimizdən sümük yenilənməsi baş vermiş olur. Ona görə də sıfırdan olan cavablarımız səhv olacaq və idman salonlarında hər hansı idman hərəkətləri etdikdə və orqanizmə uyğun yük qaldırdıqda yavaş-yavaş orqanizm həmin yükü daha da yaxşı vəziyyətdə qaldırması üçün sümük yenilənməsi daha da aktivləşmiş olur. Cavabımız C variantıdır. İnsanın yuxarı ətraf qurşaq skeleti evitində olduğu kimi olsaydı, biz bilirik ki, insanın yuxarı ətraf qurşaq skeleti 2 körpücük, 2 kürəkdən ibarətdir. Amma itdə kürək sümükləri olur, körpücük sümükləri olmur. Və kürək sümükləri ancaq olsa, yalnız bazı sümüklərindən birləşdiyindən 2 dənə sümüklə birləşmə əmələ gətirəcək ki, o da bazı sümükləri olacaq. Sonra keçirik doğru fikirləri tamamlayın. 2 növ sümük iliyi olan sümüklər sərbəst ətraflarımızda olan uzun borulu sümüklərdir. Gövdə skeleti ilə birləşir. Baxın, bazu və bud gövdə skeleti ilə birləşmir. Yəni onlar 2 növ sümük iliyinə malikdir. Və qarışıq sümüklərə aid ola bilər. Qarışıq sümüklərə aid ola bilər. 2 növ sümük iliyi olan sümüklər buddur, baldırdır, bazudur, saitdir. Xeyr, qarışıq sümüklər deyil. Çünki onlar uzun borlu sümüklərdir. Qurşaq skeletinə aiddir. Qurşaq skeletləri yastı sümükdür. Məsəl üçün çanaqdır, kürəkdir. Amma körpücük sümükləri qarışıq sümükdür. Sonra gövdə skeletinə aid ola bilər. Gövdə skeletinə aid deyil, aşağı və yuxarı ətraflarının sərbəst hissəsinə aiddir. Yastı sümüklə birləşmə əmələ gətirə bilər. Yuxarıda bazı sümükləri kürək yastı sümüyü ilə birləşir. Aşağıda isə bud sümükləri yastı olan çanaq sümükləri ilə birləşmiş olur. X plus Y ifadəsinin qiymətini tapın. İnsan skeletində yuxarı ətrafların qurşaq hissəsinə birləşən sümüklərin cəmi. Yuxarı ətrafın qurşaq hissəsi, kürək və körpücük sümükləri birlikdə götürsək, sağdan və soldan 2 bazu sümüyü ilə birləşmiş, ortadan isə körpücük sümüyü döş sümüyü ilə birləşmişdir. Cəmi 3 sümük edir. Sait nahiyəsinə aid sümüklərin cəmi isə hərəsində sağda və sol qolumuzda 2 dənə olmaqla 4 dənə olacaq. Cəmi 7-yə bərabərdir. Mərkəzi sinir sisteminin boz maddəsinin əmələ gəlməsində iştirak edir.
Mərkəzi sinir sisteminin boz maddəsi gördüyünüz kimi boz rəngdə kölgələr salmışam. Hansı ki aranın dendriti, aranın cismi içəridədir, aranın aksonu içəridədir. Hər ikinin dendriti, hər ikinin cismi kəpənək şəkilli boz maddənin içərisindədir. Ona əsasən də hissi neyronun aksonu demədik. Sinir düyünü hissinin cismi olduğuna görə onu demədik. Çünki onlar kənardadırlar. Və ara neyronun dendriti dedik. Hər iki neyronun cismi dedik. Ara neyron cismi dedik. Hər iki neyron dendriti dedik. Baxsaz, kəpənək şəkilli boz maddənin içərisində yerləşmişdir. Cavabımız olacaq 3, 4, 5, 6 və B variantıdır. Sonra keçirik 32-ci suala. 32-ci sualda insan orqanizmdə hər birindən bir ədəd olmaqla qaraciyər hüceyrəsi, yumurta hüceyrəsi, saya zələ hüceyrəsində olan xromosom sayıları arasında bərabərlik hansı bənddə doğru göstərilibdir? Bilirik ki, qaraciyər hüceyrəsidir, ennazolaqlar zələ hüceyrəsidir, sümük iliyi hüceyrələri çox nüvəlidirlər. Əgər onun bir hüceyrəsini götürsək, içərisində çox nüvə olduğuna görə nüvənin sayını xromosom sayına vurduqda 46 daha çox rəqəm etmiş olacaq. Saya zələ hüceyrəsi isə normalda elə 2 xromosom dəstinə malik olan bir nüvəlidir. Ona görə ikinci yerdə üçüncü olacaq. Və yumurta hüceyrə. Yumurta hüceyrə isə haploid xromosom dəstinə malikdir və bir nüvədən ibarətdir. Ona görə də cavabımız A variantı olacaq. İnsanın kəllə skeletində olan oynaqların əmələ gəlməsində neçə ədəd qarışıq sümük iştirak edər? Kəllə skeletimizdə sağdakı gicgahla soldakı gicgah alt çənə ilə birləşmə əmələ gətirmişdir və kəllənin arxa hissəsindəki olan ənsə payı birinci boyun fəqərəsi ilə birləşmə əmələ gətirir. Və nəticədə biz bilirik ki, gicgah sümükləridir və ənsə sümüyü yassı sümüklərdir. Alt çənə sümüyü və boynun birinci fəqərəsi qarışıq sümükdür. Ümumiyyətlə, onurğanın bütün fəqərələri qarışıq sümükdür. Ona görə də cavabımız 33-də B variantı 2 edər. İnsanın qarın boşluğunda yerləşən vəzlərin hazırladığı hormonları seçin. İnsulin qarın boşluğunda mədə-altı vəzinin sintezi ilə yaranır. Tireoksin qalxana bənzər vəzidir ki, o bədən boşluğunda yerləşmir. Timozin döş boşluğunda olan döş sümüyündə yaxınlığında yerləşən timusun ifraz etdiyi hormondur, timozin hormonu. Adrenalin böyrəküstü vəzin ifraz etdiyi hormondur ki, o elə qarın boşluğunda yerləşir. Melatonin kəllə boşluğunda yerləşən epifizin ifraz etdiyidir. Glukagon mədə-altı vəzini ifraz etdiyi hormondur və mədə-altı vəzi də qarın boşluğunda yerləşir. 34-də 1, 4, 6 B variantı. Əgər qabırğa döş fəqərəsinə birləşibsə, döş fəqərəsinə arxadan birləşir. Öndən isə döş sümüyünə birləşənləri də var, bilavasitə birləşənləri də var. Qabırğa vasitəsilə, belə deyək, həqiqi qabırğalara birləşib, onun vasitəsilə birləşənlər var. Qalanları isə ucu sərbəstdir, döş sümüyünə birləşmir. Döş sümüyünə birləşməyənləri üzən sərbəst qabırğa adlandırırlar. Hansı ki, yalançı qabırğalar isə həqiqi qabırğaların vasitəsilə birləşir. Həqiqi qabırğalar isə özü birbaşa birləşmiş olur döş sümüyünə. 7 cüt həqiqi qabırğa olur. 2 cüt, daha doğrusu 3 cüt yalançı qabırğalar olur. 2 cüt isə üzən qabırğalara rast gəlinir. Cəmisi 12 cüt. Cədvələ əsasən doğru bəndi müəyyən edin. Baxırıq ki, insanın simpatik sinirləri haqqında danışır. Göz bəbəyini daraldır. Bu yanlış olmalıydı, çünki genəldirdi. Ürək döyüntülərini artırır. Bu doğru olmalıydı. Beyin kötüyündən çıxır. Simpatik sinirlər döş və beldən çıxdığına görə bu yanlışdır. Qan damarlarının daralmasına səbəb olur. Bu fikir doğrudur. Yalnız 4, 36-da oldu D variantı. 37-ci suala baxırıq. Onurğa beynindən çıxan sinirlərin növ sayı. Biz bilirik ki, bir dənə növ çıxır. O da qarışıq sinir çıxmış olur. Sinir sayı 31 cüt 62-dən olur. Sinir köklərinin sayı isə 62-ni vurarıq 2-yə 124 dənə kökə malikdir. Yəni K kiçikdir F-dən, o da kiçikdir Z-dən. Cavabımız D variantı olar.
İnsanda aşağıdakı hormonlardan hansı qanda olan maddələrin miqdarını azaldır? Baxın, qlikagon qanda da şəkəri artırır. Qaraciyərdə ehtiyat halında saxlanmış glikogeni glikozaya çevirərək qanda miqdarını artırır. Parathormon isə sümükdə olan kalsiumu qana doğru keçirərək qandakı kalsium miqdarını artırır. İnsülin qandakı qlikozanın miqdarını azaldaraq qaraciyər və əzələlərdə glikogen şəklində toplayır. Kalsitonin isə qandakı kalsiumu sümüyə birləşdirərək qanda miqdarını azaldır. Yəni 38C variantıdır. Uyğunluğu müəyyən edin. Siz görürsünüz ki, X-də döş qəfəsinin qabırğası göstərilmişdir. Qabırğa. Y-də isə birbaşa bazo sümüyü göstərilmişdir. Və Z-də isə onurğa sütununun fəqərəsi göstərilmişdir. İndi bizə deyir ki, qabırğa X-imiz hansı sümüyə aid olar? Təbii ki, yastı sümük gedəcək qabırğaya. Sonra baxıram ki, gəlir Y bazodur. Y-imiz bazo olduğuna görə uzun borulu sümükdür. C-miz gedər Y-ə və fəqərəmiz də qarışıq sümük olduğundan D-miz də gedər Z-ə. Qısa sümük yoxdur burada. Aha, bunlarla bitirdik. Keçirik. Döş qəfəsini dərindən nəfəs vermə vəziyyətində möhkəm sarmaq, yoxsa döş qəfəsini dərindən nəfəs alma vəziyyətində sarmaq? Təbii ki, bu səhvdir. Döş qəfəsini dərindən nəfəs vermə vəziyyətində əgər qabırğa sınarsa, həmin insana dərindən nəfəs verməsi tələb olunur. Ondan sonra onu möhkəm sarıyırıq. Ona görə bu qabırğaya gedəcək. Sonra əgər bazo hissəsi sınarsa, birinci, əgər şina yoxdursa, onun sakitliyini təmin etmək üçün gövdəyə sarmaq lazımdır. Yazıram 3. Yox, əgər şinamız varsa, mütləq şəkildə şina qoymaq lazımdır. Sonra Z fəqərə hissəsinə baxırıq. Əgər onurğanın fəqərəsi zədələnibsə, onu üzü üstə uzatmaq, hərəkətsizliyini təmin etmək lazımdır. Deməli, burada da 7-ni qeyd edirik. Və bu heç birinə getməyəcək. Arxası üstə uzatmaq onurğanın birbaşa məhvi deməkdir. Ona görə getməyəcək. Baxırıq ki, X, A1 burada yoxdur, burada yoxdur, burada yoxdur. Y-imizdə olacaq 3, 6. Z-imizdə isə D, 7. Cavabımız Y variantıdır. 40-cı sual. Verilən orqanlara gələn sinirlərlə bağlı doğru cavabı müəyyən edin. Ürəyə simpatik sinirlər təbii ki, döş şöbəsindən gəlir. Parasimpatik sinirlər isə ürəyə təbii ki, beyin kötüyündən gəlir. Deməli, bu fikir yanlışdır. Böyrəyə simpatik sinirlər böyrəyə gələcək bel şöbəsindən doğrudur və böyrəyə parasimpatik sinirlər onurğa beyninin oma şöbəsindən gəlməyəcək. Yanlışdır. Yumurtalıq, onurğa beyninin oma şöbəsi, simpatik sinirlər heç oma şöbəsindən çıxmır, nə də parasimpatik bel şöbəsindən çıxmır. Gözə isə onurğa beyninin döş şöbəsindən simpatik gələcək, beyin kötüyün sütunundan isə parasimpatik gələcək. Bu fikir doğrudur. Mədəyə simpatik sinirlər beyin kötüyündə heç yerləşmir ki, hardasa döşdən gəlməli idi. Və parasimpatik sinirlər isə mədəyə omadan yox, yuxarı hissədən gələcək. Hardasa beyin kötüyü hissəsindən gəlmiş olacaq.